1970-ci ildə Qubada elə bir hadisə baş verir ki, nəinki ölkə rəhbərliyi, SSR baş prokurorluğu da birbaşa işə qarışmalı olur. Çünki rayonun Zizi kəndində qaynana, yanında körpəsi yatan 18 yaşlı gəlin və cəmi bir günün gəlini olan digər 18 yaşlı qadın amansızlıqla qətlə yetirilir. Onlar hamısı balta və bıçaqla öldürülür. Gəlinlərdən birinin döşü kəsilərək əmzik əvəzi körpəyə verilir. Evin oğlu Vaqif isə yoxa çıxır. Bu insanlığa sığmayan hadisə hər kəsi dəhşətə gətirir. Hadisə SSR baş prokuroru Roman Rudenko tərəfindən nəzarətə götürülür. Qaydaya görə belə hadisələr barəsində dərhal mərkəzə, Moskvaya və Respublika rəhbərliyinə rəsmi məlumat verilirdi. Həm də bu hadisədən bir müddət əvvəl yenə də Qubada başqa ailə faciəsi yaşanmışdı. Molla ailəsi ilə birlikdə öldürülmüşdü və həmin cinayətin üstü hələ də açılmamışdı. Bu hadisə də SSR baş prokurorluğuna məlum idi. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin rəisi Arzuman Zülfiqarovun rəhbərliyi altında əməliyyat qrupu yaradılır. Əslən qonşu Qusar rayonundan olan Zülfiqarov əvvəllər Quba rayonunda milis şöbəsinin rəisi işləmişdi. Təcrübəli əməliyyatçı idi, ərazinin əməliyyat şəraitini mükəmməl bilirdi. Yaradılan istintaq qrupunun tərkibinə prokuror Anyor Ağalareviç Qurbanov, milis şöbəsinin müstəntiqi Mirzəbəyov və prokurorluğun müstəntiqləri daxil edilir. Respublika prokurorluğunda isə cinayət işinin istintaqı prokurorluğun mühüm işlər üzrə müstəntiqi İkram Kərimova tapşırılır. O 9 aya yaxın idi ki, mühüm işlər üzrə müstəntiq vəzifəsində işləyirdi. Həmin vaxt Respublika prokurorunun istintaq sahəsini kurasiyə edən Mavin Cəfər Vəliyev soralar o Respublika Daxili İşlər Naziri vəzifəsində çalışıb, İkram Kərimovu kabinetinə çağırır və deyir: Qubada dəhşətli ölüm hadisəsi baş verib, bir ailəni qırıblar. Moskvadan da bu iş dərhal nəzarətə götürülüb. SSR baş prokuroru Roman Rudenkonun köməkçisi Bakıya gəlir. Təcili Qubaya getmək lazımdır. İstintaqla ölənlərin şəxsiyyətləri müəyyənləşdirilir. Onlar 55 yaşlı qaynana Məmmədova Səbirə Səfər qızı, 18 yaşlı gəlin Əhmədova Sədaqət Məhəmməd qızı və yenə də 18 yaşlı digər gəlin Məmmədova Gülüstan Əhməd qızı idi. Ana ilə gəlinin bir yaşadıqları 2 mərtəbəli evin 1-ci mərtəbəsində kəsici alətlərlə, balta və bıçaqdan çoxsaylı zərbələr endirməklə qətlə yetirilmişdi. Və digər gəlin isə tək yatdığı otaqda çoxsaylı balta zərbələri ilə qətlə yetirilmişdi. Hadisə yerinin müayinəsi və istintaqın nəticəsi göstərirdi ki, gəlin qətlə yetirilərkən yataq paltarında ayaq üstə qatillərə və yaxud da qatilə müqavimət də göstərib. Həmin gəlin təxminən 10 gün olardı ki, ailənin kiçik oğlu Vaqiflə evlənmişdi. Müqavimət göstərən gəlinin barmağında olan nişan üzüyü baltanın zərbəsindən zədələnmiş, bir hissəsi kəsilmişdi. Müstəntiq İkram Kərimov hadisə yerinə çatanda həyətə girəndə bir qadın ağlaya-ağlaya qabağına çıxır. Əlində də həmin nişan üzüyü. Deyir, bu 10 günün gəlinin nişan üzüyüdür. Üzüyü onun əlindən alanda İkram Kərimov görür ki, üzüyün müəyyən bir hissəsində kiçik bir zədə var. Kəsici alətlə endirilən bu zərbə müstəntiqin diqqətini cəlb edir. İkram Kərimov bildirir ki, çox güman ki, məhkəmə tibb ekspertinin səhvi idi ki, üzük araşdırılmamışdı və meydi yuyanda həmin üzüyü anasına təhvil vermişdilər. Müstəntiq isə tez üzüyü rəsmiləşdirir və götürür. Hadisə yerinin ilkin araşdırılması zamanı müəyyən olunur ki, qatil yaxud da qatillər evin 2-ci mərtəbəsinə qalxıb qapını açmaq istəyib, bu alınmayanda həyətə enib nərdivanla yardımçı binanın damına çıxıb və oradan pəncərəni sındırıb otağa daxil olub. Burada ayaq üstə olan gəlini balta ilə harasından gəldi vuraraq amansızcasına qətlə yetirib. Qətlə yetirənlərlə bağlı 2 tükürpədən məqam da var. Birincisi, gəlinlərdən birinə hamı yadigar deyilmiş. Çünki o doğulanda anası onun üstündə dünyasını dəyişmişdi. Uşağa da ona görə yadigar deyirdilər.
Yadigarın yanında da qətl anında körpə uşaq olub. Uşağı öldürməmişdilər, amma ağlamasın deyə anasının döşünü kəsib soska əvəzi uşağın ağzına qoymuşdular. İkinci gəlin isə cəmi bir gecənin gəlini idi. Çünki ilk gecənin ardınca gəlində kor bağırsaq iltihabı yaranır və o əməliyyata gedir. Daha sonra evə gətirilsə də hələ sağalmayıb və əri ilə münasibətdə olmasın deyə hətta qapının arxasına da çarpaz taxtalar qoyaraq bağlayıb beləcə yatıbmış. Hadisə ilə bağlı kənddə müxtəlif söhbətlər gəzirdi. Qətlin kimlər tərəfindən və nə səbəbə törədildiyinə dair hərə öz mülahizələrini danışırdı. Gəlinlərin həyat yoldaşlarından hələ ki xəbər yox idi. Bu arada məlumat gəlir ki, böyük gəlinin həyat yoldaşı evə gəlib. Təbii ki, o hamının diqqət mərkəzində idi. Hadisə barədə məlumatı olmaması və hadisə zamanı harda olması suallar doğururdu. Qısa bir vaxtda müəyyən edildi ki, o həmin gecə bir neçə yaxın dostu ilə birlikdə savxozun alma bağlarında növbədə olub. Araşdırma nəticəsində qətillərdə onun iştirakı tamamilə istisna olunur. İkinci gəlinin həyat yoldaşı Vaqifdən isə hələ də bir xəbər yox idi. Bir müddət keçmiş milis şöbəsinə məlumat daxil olur ki, Qudyalçayın Quba şəhərinin mərkəzindən keçən sahəsinə yaxın ərazidə şəxsiyyəti bəlli olmayan kişi meyidi aşkar olunub. Çayın həmin hissəsində hündürlüyü təxminən 200 metr olan məşhur Qızıl Qaya yerləşirdi. Bu qayadan özünü ataraq intihar edənlər çox olmuşdu. İstintaq isə ailədə ikinci övlad olan, yəni digər gəlinin əri Vaqifi tapmaq barədə düşünürdü. Qudyalçayın kənarındakı meyidin Vaqifə aid olduğu sübuta yetirilir. İstintaqçılar səbəbkarı yaxud da səbəbkarları axtardıqları bir vaxtda ortaya şahid, səbəbkar yox, yeni meyitlər çıxırdı. Meyidin ətrafına diqqət etdikdə yaxınlıqda heç bir ağac olmasa da, bununla yanaşı meyidin 2-3 metr yaxınlığında bir xırda tut budağı var idi. Budağa diqqət etdikdə görünürdü ki, o yaxın günlərdə ağacdan qopub. Məhz bu budaq sonradan cinayətin üstünə açılmasında mühüm rol oynayır. Vaqifin meyidi tapılan kimi rayonda söz-söhbət dolaşmağa başlayır. Deyirlər ki, Vaqif Həbibov yoldaşını, anasını və gəlinlərini amansızlıqla öldürüb, sonra da intihar edib. Müayinə zamanı meyitdə ölümə səbəb olan heç bir alətin, o cümlədən kəsici alətin izləri müəyyən edilmir. Vaqifin intihar etməsi məsələsi gündəmə gəlir və çox adam düşünür ki, burada yəqin ki, ailə daxili dəhşətli bir sirr var. Yoxsa oğlan öz yoldaşını, anasını, gəlinlərini amansızlıqla öldürüb, qisas alırmış kimi əzab verib sonunda özünü niyə qayadan atsın? İstintaqçılar isə dediqodunun yox, öz məntiqli fərziyyələrinin və reallıqların ardınca gedirdi. Vaqifin sağ ikən qayadan özünü atması və ya onun kimlərsə tərəfindən atılması sual doğururdu. Zizi kəndi ilə Qızılqayanın arasındakı məsafə təxminən 9 kilometrə yaxındı. Burada bir sual meydana çıxırdı. Vaqif necə olub ki, həmin qayanın yanına gəlib? O özü gəlib yoxsa gətiriblər? Hadisənin şahidi yox idi. İstintaq versiyalarından ən əsası ailənin kiminləsə düşmənçilik yoxsa şəxsi qərəz münasibətlərinin olub-olmamasını aydınlaşdırmaq idi. Maraq doğuran məqamlardan biri hadisə baş verən gecənin axşamı kənd sakini Cəbrayıl adlı şəxsin Vaqiflə mübahisə etməsi idi. Adi məişət zəminində olan bu hadisənin əks sədası kəndə yayılmışdı və çoxları güman edirdilər ki, qətli Cəbrayıl reallaşdırıb. Milisin ilk gördüyü iş Cəbrayılı şöbəyə gətirmək olur. Cəbrayıl və onun ailəsi bu mübahisəni və Cəbrayılın Vaqifi hədələməsi haqqında söz-söhbətin həqiqətə uyğun olmasını təsdiq edirlər. Amma onu deyirlər ki, bu bir təsadüfdür. Həbibovların ailəsinin qətli ilə bağlı onların heç bir əlaqəsi yoxdur, bu barədə israr edirlər. Həmçinin həmin gecə Cəbrayılın evdə olmasını, yəni yatmasını və gecə vaxtı heç bir yerə getməməsini ifadələrində göstərdilər. Məsələ budur ki, elə həmin axşam Cəbrayıl hamının qarşısında Vaqifə demişdi ki, Vaqif, mənim sənə sözüm budur ki, bu gecə sənin ailəni qıracam və nəslivi kəsəcəm. Bəs o niyə belə demişdi?
Bu kimi hallar istintaqı dolaşdırır, versiyaları artırır. Eyni zamanda kənddə, rayonda, ölkədə yeni şayiələr yayılırdı. Nəslini kəsəcəm sözü bütün kəndə yayılmışdı və səhəri günü bu hadisə baş verəndə hamı deyirdi ki, Cəbrayıl belə bir söz demişdi, yəqin ki bu hadisəni də elə o törədib. Cəbrayılın evində aparılan axtarışda ölüm hadisəsi ilə bağlı müsbət nəticə verən bir əşya tapılmır. Onun üzərindən qan ləkələri olan paltarlar aşkar olunmur. Həyətindən də yalnız qanunsuz, yəni sənədsiz aldığı inşaat materialları aşkar olunur. Sonradan bəlli olur ki, doğrudan da onun dediyi söz hadisə ilə təsadüfən üst-üstə düşür və Cəbrayılın bu qanlı olayla bağlılığı yoxdur. Qətildən bir gün əvvəl baş vermiş digər hadisə də əhəmiyyət kəsb edirdi. Şahidlər deyirlər ki, həmin gün kəndə kəndirbaz gəlinmiş. Pəhlivan və Keçəlin göstərdiyi kənd tamaşası zamanı mərhum Vaqifin bir həmkəndlisi İsmixanla da mübahisəsi düşmüşdü. Mübahisə belə başlamışdı. Kənddə kəndirbazın yanında keçi adlanan bir obraz olur. Bu obraz bəzi regionlarda Kosa da adlanır. Bu keçi tədbir üçün müəyyən rituallarla pul toplayır. Məsələn, əlində torba olur. Kim pul verməsə, onun üzünə torbasından çıxarıb bir ovuc un vurur. Həmin tədbirdə keçi Bakıdan yenicə qayıdan gənc kostyumlu bir oğlanın üzünə də un vurur. Oğlan da keçələ bir şillə vurur və tədbir qarışır. Daha sonra keçi və oğlan barışırlar, tədbir davam edir. Lakin arxada duran həmkəndlilər Vaqif və İsmixan keçi haqlıdır yoxsa oğlan mövzusunda mübahisə eləməyə başlayırlar. Mübahisə yavaş-yavaş dərinləşir. Bu hadisənin davamında onlar arasındakı mübahisə ayrı məcra almağa başlayır və vəziyyət o yerə çatır ki, həmin gecə saatlarında Vaqif ov tüfəngini götürərək İsmixangilə gedir. Darvazanı döyür və qapını açan İsmixanı tüfənglə çiynindən vurur. Ardınca səsə İsmixanın atası Şıxbaba çıxır. Şıxbabanın dediyinə görə onlar tüfəngi Vaqifin əlindən alırlar. Şıxbaba tez oğlunun qohumları Balabəyin Nüsrəddin köməkliyi ilə qayını Əmirin idarə etdiyi Qaz 51 yük maşınında xəstəni rayon mərkəzi xəstəxanasına aparırlar. Vaqif isə onların əlindən çıxaraq qaçıb gedir. Vaqifin yaraladığı İsmixanın atası Şıxbaba ifadəsində oğlunun Vaqif tərəfindən vurulduğunu bildirir. İstintaqa ov tüfəngi, bıçaq və yuyulmuş balta təqdim edərək onları Vaqifin əlindən aldığını, Vaqifin isə naməlum istiqamətə qaçdığını deyir. Onun qohumları da eyni ifadələri verir. Deyir ki, bundan sonra yaralının qohumları ilə birlikdə xəstəxanaya aparıblar. Bütün gecəni ağır vəziyyətdə olan oğlu İsmixanın yanında olublar. Həbibovlar ailəsinin qətlə yetirilməsindən isə səhər kənd cəmaatından eşidiblər. Bəli, istintaqın əlində 3 əsas maddi sübut var idi. Qətlə yetirilmiş gəlinin barmağından çıxarılan zədələnmiş üzük, balta və Vaqifin meyidinin tapıldığı yerdən götürülən tut ağacının budağı. Təcrübəli müstəntiq hər 3 sübuta diqqət yetirir, əvvəlcə balta məsələsinə aydınlıq gətirilir. Çox maraqlı idi ki, balta yuyulmuş vəziyyətdə idi. Əgər Vaqifin əlindən bunu almışdınsa, niyə baltanı yuyurdun? Baltanın sapı çıxarılır və sapı ilə tiyəsinin arasında qan aşkarlanır. Bu qanın Həbibovlar ailəsinə aid olub olmaması yoxlanması üçün təqdim olunmalıydı. Bunu isə sübut etmək çox çətin edir, xüsusən də həmin illərdə. Deyirlər ki, Daxili İşlər Nazirliyində Mirimanov soyadlı bir mayor ekspert var və o ola bilsin ki, bu ekspertizanı həll edə bilər. Təəssüf ki, Mirimanovu da istifaya göndərmişdilər. Lap elə filmlərdə olduğu kimi. Harda olduğu bilinmirdi. Sonra təsadüfən bəlli olur ki, məhkəmə tibb ekspertizası bürosunda işə düzəlib və orada işləyir. Və İkram Kərimov onunla görüşür. Mirimanov ekspertizanı keçirə biləcəyini deyir. Lakin onu da bildirir ki, bunun üçün ona böyüdücü cihazlar lazımdır. Çünki əgər ekspertiza bunu sübut eləsə belə, hansı aparatlı, hansı üsulla edildiyini də sənədlərdə göstərməlidir. Nəhayət, Elmlər Akademiyasının Fizika İnstitutunda həmin cihaz tapılır. Ekspertiza başlayır. Biz isə qayıdaq İsmixanla Vaqifin yanına. Əgər Vaqif
ailəsini İsmixanla olan hadisədən sonra qətlə yetirmişdisə, onda baltanı Şıxbaba onun əlindən necə ala bilərdi? Əvvəl qətlə yetirmişdisə, niyə baltanı yumuşdu? Bu zaman istintaqçılar baltanın kimə məxsus olması barədə araşdırmaya başlayırlar. Kənddə balta saplayan usta işə cəlb olunur. Tapdıq adlı kənd ustası Şıxbabanın bacısı oğlu çıxır. Müstəntiq İkram Kərimov deyir ki, buna baxmayaraq həmin usta səmimi və düzgün adam olur. Lakin baltanın ona təqdim olunması üçün vaxt lazım idi. Çünki balta ekspertiza dedi. Düz 4 ay sonra Tapdıq bir neçə ayrı balta sapı arasından özünün dəndə ağacından Şıxbaba üçün hazırladığı balta sapını tanıyır. Beləliklə bəlli olur ki, cinayətdə istifadə olunan balta Həbibovlar ailəsinə deyil, Şıxbabaya məxsusdur, yəni İsmixanın atasına. Demək, balta Şıxbabanın idi, baltanın tiyəsi ilə sapının arasında qalmış xırda qan nümunələri isə Həbibovlar ailəsinin qadınlarının qanı idi. Bundan sonra növbə Vaqif Həbibovun meyidinin yanından yerdən götürülmüş tut ağacının budağına gəlir. İstintaqçılar əvvəlcə Vaqifin və İsmixanın yaşadıkları evin həndəvərini gəzib dolanırlar və bütün ağacları bir-bir gözdən keçirirlər. Ağacların arasında tut ağacı yox idi. Bu zaman elə tut ağacının budağının öyrənilməsi üçün mütəxəssis Şövkət Ağakişiyev dəvət olunur və bu tut budağının hansı sort tut ağacına məxsus olduğu dəqiqləşdirilir. Budaq var idi, qalırdı gövdəni tapmaq. Bəsləsən atlas olar tut yarpağından. Tut budağı araşdırıldıqca istintaq yeni baramanın yerini tapır və beləcə kələf açılmağa başlayır. İsmixanı xəstəxanaya aparan şəxslərdən olan yük maşınının sürücüsü Əmirin evindən qanlı köynək tapılır. Lakin Əmir deyir ki, qan İsmixana məxsusdur. Vaqif onu tüfənglə vurandan sonra onu xəstəxanaya aparanda köynəyi məhz İsmixanın qanına bulaşıb. Ekspertiza isə bu yerdə də ayrı söz deyir. Əmirin köynəyinin üzərindəki qan ləkələri də Həbibovlar ailəsinin qadınlarının qanıdır. Balta Şıxbabanın baltası çıxır, qan da Əmirin üzərində tapılır. Məşhur tut ağacının xırda budağı da bu yerdə Əmirin evini göstərir. Çünki Əmirin hər gün yük maşınını saxladığı yerdə həmin tut ağacı var idi və o maşınını sürərkən xırda tut budağı qoparaq maşının yük yerinə düşmüşdü. Bəs Əmirin yük maşını necə Qızılqayaya gedib çıxmışdı? Onun üzərində niyə öldürülən qadınların qan ləkəsi var? İstintaqa ilk olaraq cinayətin sujetini danışan şəxs həmin gecə tüfənglə vurulan İsmixanı xəstəxanaya aparan şəxslər arasında olan Balabəy olur. Balabəyin və digərlərin etiraflarından yola çıxaraq hadisənin necə baş verdiyini təqdim edirik. Sən demə, həmin gecə yaralı oğlunu Quba xəstəxanasına aparan Şıxbaba və ətrafındakı qohumları Əmir, Balabəy, Nüsrəddin orada çox qalmırlar. Geriyə Zizi kəndinə qayıdaraq Vaqifdən qisas almaq qərarına gəlirlər. Qəzəblənmiş həmkəndlilər az əvvəl İsmixanı güllələyən Vaqifi öz həyətində oturmuş halda tapırlar. Onu əvvəlcə xeyli döyürlər və Vaqif huşunu itirir. Bu yerdə onların hirsi soyumur. Çox qəribədir ki, istintaq materiallarında da əsaslı göstərilməyən bir vəziyyət ortaya çıxır. Əmir və Şıxbaba evin birinci mərtəbəsinə girərək qaynananı vəhşicəsinə öldürürlər. Ardınca körpəsi ilə otaqda yatan gəlini baltalayırlar. Balta ilə vuran şəxs İsmixanın atası Şıxbaba, bıçaqlayan şəxs isə onun qaynı, sürücü Əmir olur. Sonra gəlinin döşünü kəsərək uşağın ağzına da Əmir qoyur. Adətən belə qəddarlıqlar namus məsələsi və digər mental səbəblərdən baş versə də qəribədir ki, xırda bir mübahisədən başlanan bu olay sonda qəddar bir ssenariyə çevrilir. Məsələn, sürücü Əmirin bu qədər özündən çıxması, gəlinin döşünü kəsərək əmzi əvəzi uşağa verməsi üçün xüsusi bir səbəb görünmür. Yəni, Əmiri özündən çıxaran qisas üçün bu cinayət işində xüsusi səbəblər yoxdur. Məsələ budur ki, qisas aktı bununla da bitmir.
Təzəcə kör bağırsaq əməliyyatı keçirən və əri ilə yaxınlıq etməsin deyə qapını içəridən bağlayan kiçik gəlini də bu qanlı aktın qurbanlarından birinə çevirirlər. O qapını içəridən bağladığı üçün qızmış qatillər nərdivan taparaq yardımçı tikilinin üstünə çıxırlar və oradan pəncərəyə açaraq içəri daxil olurlar. Pəncərədən girib cəmi bir günün gəlini də balta və bıçaqla amansızlıqla qətlə yetirirlər. Cinayətkarların tapılmasında yaranan çətinlik də elə bu zaman verdikləri bir qərardan sonra baş verir. Onlar artıq huşunu itirmiş Vaqifi Qızılqayadan intihar motivi ilə atdıqdan sonra dərhal xəstəxanaya qayıdırlar. Elə bir vəziyyət yaranır ki, onlar elə bil xəstəxanada olublar və xəstənin yanından ayrılmayıblar. Həmin tut budağı da, hansı ki budağın gövdəsi əmrin həyətində idi, elə bu zaman Vaqifin huşsuz bədəni ilə birgə Qızılqayadan Qudyal çayın yatağına düşür. Nəticədə müstəntiqə iş açmaq üçün sona qədər kömək olur. İstintaq yüksək səviyyədə aparılır və bütün gedişat əşya və şahid ifadələri ilə əsaslandırılır. Bu istintaqın yekununa görə SSR Baş Prokuroru Rudenkonun 1971-ci il avqustun 5-də imzaladığı 505/1 sayılı əmrinə əsasən istintaqda operativlik və ustalıq göstərdiyinə görə mühüm işlər üzrə müstəntiq İkram Kərimova növbədənkənar ədliyyə müşaviri rütbəsi verilir. Quba şəhərində indiki Sevinç Şadlıq Sarayının yerləşdiyi binada Ali Məhkəmənin səyyar kollegiyası tərəfindən hökm verilir. Hadisənin əsas motivini ilk olaraq danışan Balabəy istintaq zamanı Şüvəlan təcridxanasında dünyasını dəyişir. Qətilləri icra edən Şıxbaba və Əmrə isə ölüm hökmü verilir və hökm icra olunur. Nüsrəddinə isə hansı ki, Nüsrəddin də silahla qətl prosesində birbaşa iştirak eləməyib, qapının yanında duraraq keşik çəkib, Vaqifin döyülməsində iştirak edib və Vaqifi qayadan atan 4 nəfərdən biri olub. Ona həmin zaman üçün ən uzun müddətli həbs, 15 il həbs verilir. Məsələ bununla bitmir, çünki bu kimi qanlı olaylar kəndlərdə nəsillər arası qan düşmənçiliyi yaradır və bu qətillər illərlə davam edir. Mühüm işlər üzrə müstəntiq İkram Kərimov ən böyük əməyi xidməti həm də bu iki nəsil arasında qan düşmənçiliyinə son qoymağı, bacarmağı olur. O hər iki tərəfin ağsaqqalları ilə görüşür, onlarla söhbət açır və düşmənçiliyi davam etdirməyin yersiz olduğunu deyir və belə də olur, düşmənçiliyə son qoymağı bacarır. Sonda İkram Kərimov qeyd edir ki, mən illər sonra bir dostumun hüzründə iştirak etmək üçün Qubanın Zizi kəndinə getdim. Qəbristanlıqda ana Həbibova Səbirənin, oğul Həbibov Vaqifin və nakam gəlinlər Sədaqət və Gülüstanın məzarları yan-yana idi. Və məsələ budur ki, elə yaxınlıqlarında da qohumları Balabəyin də məzarı var idi. Hər birinizin qanlı olaylardan, mərdimazardan, cinayətdən uzaq olmağınızı dilirik. Ömür çox da uzun deyil. Bu qısa ömrü rahat yaşamağın ən gözəl yolu isə seçdiyimiz həyat tərzindən asılıdır. Salamat qalın.